Salamlar, hər vaxtınız xeyirli olsun. Necə keçib gününüz, nə edirsiniz? Başqasını qıcıqlandırmaq üçün hər bir davranışdan qaçınmayan, zaafları öyrənib, hər nəfəs alışını, verişini, hər şeyini bilib də, başlayıb da oradan ilərləmək insanoğluna xas olan bir davranışdır. Mutasiya sözünü bilirsiniz, şəkil dəyişmə sözünü bilirsiniz. Dəhşət çox su gəlirdi buradan. Bunu taxandan sonra yaxşıdır. Zaten əvvəl də var idi. Niyə çıxarmışdılar heç bilmirəm. Belə daha kontrollu gəlir. Ya belədir, ya da belədir. Özümdə hər şey idealmış kimi başqasının hər bir addımına qop takan, hər bir addımında səhv tapan. Hamı öz həyatını yaşayır. Özü də görür hamı öz həyatını yaşayır. Heç kimin vecinə deyil. Danışanda deyir ki, 40'larda olan adamın vecinədir, başqası onun haqqda nə düşünür, neyinir. Heç 20'lərin də vecinə deyil, 30'ların da. İnsan cəsarətlidirsə, o qədər yəni. Nə istəyir onu da eləyir. Başqasının dediyinə görə həyatını şəkilləndirir. Dediyinə görə həyatını şəkilləndirənlər mutsuz olur. Mutsuzlar ordusu da 80%'dir bəlkə. Bəlkə kimsə bir gün ayrılır, başa düşür ki, lazım deyil mutsuz olmaq. Başqasının dəyərləri ilə yaşamaq sənə heç bir xeyir gətirməyəcək. Alıb götürəcək səndən hər şeyi. Gəncliyi, varlığı, zamanı, hər şeyi. Və sən heç kimdə 1 qram da olsa, 1 qram da olsa çox sağ ol deməyəcək. Sən də ona buna həsrətlə baxacaqsan ki, o necə oldu, öz istədiyi yoldan getdi, sən amma gedə bilmədin. Hafta sonunuz necə keçdi? Hər daim manipulyasiyası bu yöndən olan. Amma səni gördüm, öz halıma şükür elədim. Elə də şükür, öz içində sakitcə elə də. Niyə dilə gətirirsən, əl çək də. Şükrünü gecə elə də, yuxu öncəsi. Özün özünə hesabat verəndə onu da elə. Mənə niyə deyirsən?
Buna da bax, öz qırılmamış saçqalar var və qırılmamış həyatı var, şükür elə, yaxşı. Qırılan bir şeyləri evdən kənarlaşdırmaq lazımdır. Bəzən eləmək olur, bəzən eləmək olmur. Bunu eləməmişəm, hələ də buradadır. Hər kəsə yetişə bilən adamlar var. Hər yerə yol tapırlar, hər şeyə baş aparırlar. Ara bulucu tapırlar. Çox çatanlıq eləyirlər. Onu buna calayırlar, bunu bundan ayırırlar, hər şey eləyirlər. Güzəllərindədir. Hər gözəlin bir dövranı var. Sabah olmaya da bilər o güzəllərində. Canınızı sıxmayın. En sevimli bir tane söz var. Narahat olma. Her şey düzelecek. Küreyle aranız nedir? Neymişsiniz bu küreyle havalarda? Siz 45 kilosunuz da size rahat olar. Küre uçurdur. Bir adam zulümlü bir hayat geçirirse, ona zulmeden, hakkından gelmesi de öğrenipse, her yolu deneyipsə ve bunu başkasına da itiraf edirsə ki, mən çarəsizlikdən eləyirəm, ondan yəni hər şey gözləyin, yəni hər şey eləyə bilər sizə də. Gözünü karartıp eləyirsə onu, o rifahı naminə. Özünü qorumaq adına. Biz arada tava olmamış özümüzə. Hələ takıntılarla uğraşırıq. Qabları yu, qabları yu. Kül sənin də başına, qabların da başına. Bəli. Üstəlik takıntıların da başına kül. Bilmirsən, sənin sabah nə qədər ömrün qalıb. Danışanda deyirsən ki, ay onsuz da hər şey müvəqqətidir, hər şey yüngül var. Amma özün ucundan tutub gəlsən ucuzluğuna. Falan kəs bunu eləyir, ona eləyir. Cəhənnəm eləsin, falan kəsdən mənə nə var?